Dəyərli izləyicilər, əvvəlki videoda müəssisədə illərlə toplanan dəftər qeydlərini rəqəmsal sistemə köçürməkdən danışmışdım. Bəs bu niyə vacibdir? Niyə dəftərdən rəqəmsal sistemə keçmək lazımdır? Çünki dəftərdə yazılan məlumat sadəcə qeyd olaraq qalır. Rəqəmsal sistemdə isə həmin məlumat sizin üçün işləməyə başlayır. Məsələn, bu klinikada bütün pasiyent məlumatlarını rəqəmsallaşdırmışıq. Bunun sayəsində pasiyentlərin ad günlərini avtomatik izləyir, onları vaxtında təbrik edirik. Təkrarlanan prosedurların vaxtı çatanda sistem bizə xatırladır və pasiyentlə əlaqə saxlayırıq. Bununla yanaşı cross-sell və upsell satış imkanlarını müəyyənləşdiririk. Hansı pasiyentə hansı xidmət maraqlı ola bilər? Bunu məlumatlar əsasında görürük. Rəqəmsal məlumat bizə klinikanın zəif və güclü tərəflərini analiz etməyə kömək edir. Hansı xidmətlər daha çox satılır, hansı həkim daha yüksək nəticə göstərir, hansı reklam daha çox pasiyent gətirir. Bunların hamısını rahat şəkildə görə bilirik. Amma mənim üçün ən dəyərli tərəfi başqadır. Süni intellekt həmin məlumatları analiz edərək əvvəllər ağlımıza gəlməyən yeni marketinq və biznes ideyaları təqdim edir. Yəni məlumatlar sadəcə saxlanılmır. Onlar biznesinizin böyüməsinə xidmət edir. Əgər sizin müəssisənizdə də illərlə topladığınız dəftərlər varsa, onları rəqəmsal sistemə köçürə və həmin məlumatlar əsasında satışlarınızı artıracaq strategiyalar hazırlaya bilərik. Əlaqə saxlayın, birlikdə məsləhətləşək.